Bildiyiniz kimi 21-ci əsr elm və texnologiya əsridir. Elm və texnologiyanın sürətli inkişafı şagirdlərimizin həyatına da öz təsirini göstərmişdir. Sizin fikrinizcə bu təsir elə övladınızdan da nümunə gətirə bilərsiniz? Müsbət yoxsa mənfidir, yaxud hər iki tərəfi də var? Müsbət və mənfi cəhətləri hansılardır şagirdlərimizin həyatında? Yəni elektron texnologiyanın və yaxud da ki, elektron avadanlıqlarının bugünkü gün istifadəsi hesab edirəm ki, təbii ki, ziyan tərəfləri də var, xeyirli tərəfləri də var. Yəni, xeyirli tərəfləri ondan ibarətdir ki, məsələn, deyək ki, bu günləri elektron avadanlıqlardan istifadə etmədə şüa tərkibli olduğuna görə çox istifadə edən uşaqlar var, şagirdlər var ki, elmi tərəfdən yanaşmırlar, yanaşmaları fərqlidir təbii ki. Ona da valideynlər gərək icazə verməyə, müəyyən oyunların oyun alınması və vaxtından artıq müddətdə istifadə edilməsi bu müəyyən hesab edirəm ki, xəstəliklərə də gətirib çıxarır. Bu artıq belə deyim də, məsələn, təbii ki, ziyan tərəf. Amma xeyirli tərəfi odur ki, maarifləndirmə mövzusunda orada deyək ki, video çarxlar var. Məsələn, hər hansısa bir müəllimin orada elmlə bağlı izahatları var. Video çarxları yerləşdirib həmin avadanlıq sosial şəbəkələrdə ondan istifadə etmələri də belə yəni xeyirlidir məncə. Siz bir valideyn kimi övladınızda bu tənzimləmə işlərini, yəni mobil vasitələrdən, mobil avadanlıqlardan istifadəni tənzimləmədə hər hansı bir çətinliklərlə üzləşirsinizmi və bu üzləşdiyiniz çətinliklər üçün hansı həll yollarını sınayırsınız? Təbii ki, mən mobil telefonunu övladıma almışam. Amma bizdə ailəvi olaraq həm üzr istəyirəm, həyat yoldaşım, həm özüm, yəni iş vaxtlarım olmayanda, evdə olduğum müddətdə nəzarətə götürürük və mobil telefondan oyunlar üçün deyil, ona icazə vermirik qətiyyən. Yəni nəzarətdə saxlayırıq. Çünki həkimlərimiz də yəni dəfələrlə müsahibələr veriblər ki, yəni ziyandır, çünki olmaz. Yəni, ancaq mən onu o məqsədlə almışam ki, məsələn, əlaqə saxlaya bilərik və yaxud da ki, o dərsliklərdən istifadə etsin. Məsələn, deyək ki, evdə televizor da var, kompüter də var, telefon da var. Amma elə olur ki, məsələn, televizora biz baxırıq, kompüterdə, məsələn, deyək ki, bacısı baxır və yaxud da ki, hansısa bir dərsliklə məşğul olur. İstisna hallarda, yəni çox icazə vermirik. Təbii ki, 100%-dir. Biz hər ikimiz də valideynlik məsuliyyətini dərk edərək, istər evdə, istər hər hansısa bir səyahətə çıxanda və yaxud da istirahət edəndə, biz o telefondan yalnız və yalnız elm üçün, yəni elmlə məşğul olmaq, dərsliklərdə hər hansı bir çətinlik yarananda, orada müxtəlif video çarxlardan bəhrələnmək məqsədi ilə təbii ki, biz yəni nəzarəti gücləndirmişik. Əsas valideyndədir. Yəni, hər bir halda valideyn xüsusi məsuliyyəti boynuna götürməlidir. Ən azından uşağı vətənpərvər, vətənə, torpağa, elmizə, obamıza, dövlətimizə yararlı bir övlad kimi böyütmək istəyiriksə, onu yalnız və yalnız nəinki telefondan, lazımsız avadanlıqlardan, ziyan verici avadanlıqlardan uzaqlaşdırmaq lazımdır. Mən bir valideyn kimi hesab edirəm ki, əgər uşağa nə qədər azadlıq versək, o qədər də uşağı bədbəxt etmiş olur. Çünki o uşağı vətənpərvər böyütmək üçün onun istər telefondan, istər digər elektron avadanlıqlarından istifadə etdikdə valideyn xüsusi nəzarət etməlidir ki, o uşaq yəni sırf elmə yönəlsin. Yəni o dərsi ilə məşğul olsun, istirahəti ilə məşğul olsun. Burada mən hesab edirəm ki, valideyn məsuliyyəti dərk etməlidir. Yəni bizim ailə olaraq, məsələn, mən və həyat yoldaşım həmişə uşaqların üzərində nəzarəti tam güclü vəziyyətdə saxlayırıq. Çünki hər bir uşaq başqa xüsusiyyətlərə malikdir. Çox sağ olun fikirləriniz üçün. Amma məsələ burasındadır ki, şagirdlər telefonlardan, yəni mobil vasitələrdən təkcə
məişət şəraitində, yaxud hər hansı bir səyahətdə və sair deyil də, eyni zamanda məktəbdə də istifadə eləyirlər. Və son dövrlərdə sosial şəbəkələrdə bir sıra şagirdlərin təhsil ocaqlarında çəkdikləri uyğunsuz videolar yayılıb və bu da cəmiyyət tərəfindən təbii ki, birmənalı qarşılanmayıbdı. Sizcə bir şagirdin məktəbə telefon gətirməsi düzgündürmü, yoxsa bununla bağlı qadağaların tətbiq olunmasına qarşı münasibətiniz necədir? Əvvəla çox gözəl sual verdiniz. O sual bütün dünyada insanların ən yaralı bir sualıdır. Çünki valideyn uşağa o şəraiti yaradır ki, o uşaq özü xoşa gəlməz hərəkətlər edir və elə məktəblər var ki, mən dəfələrlə şahid olmuşam ki, uşaqlar dahi o məktəbin qapılarını belə sındırırlar. Bir video çarx gündəmə gəlmək üçün, sosial şəbəkələrdə paylaşmaq üçün, nəsə bir xoşa gəlməz hərəkətlər edib, onu video çarx kimi hazırlayıb yerləşdirirlər. Bu, mən deyərdim ki, bir cinayətdir. Təbii ki, mən istəyərdim ki, bir valideyn olaraq dövlət bu qadağanı qoysun. Yəni, çünki bizim vaxtımızda biz müəllim görəndə qaçırdıq, biz müəllim görəndə gizlənirdik, bizim etik qaydalara əməl etmə məsələləri öndə dururdu. Amma bu günləri bu, belə deyim, müasir dövrə desək, məsələn, hər cür telefonlar çıxıbdır. Mən qısa konkret belə bir qərar deyərdim ki, mənim fikrimi bildirərdim ki, mən bir valideyn olaraq dövlətimizdən xahiş edirəm ki, bu məsələyə konkret olaraq qadağa qoyulsun. Nəinki valideynlərin belə içəri girişi qadağandır. Çünki dərs gedir burada. Mən bunu həmişə sevməmişim belə hərəkətləri. Dəfələrlə məktəbin qarşısında elə bu məktəbin özündə də mən valideyn olaraq uşağı gətirmişəm, görmüşəm bir çox valideynlər orada şou yaradır. Məsələn, həmin şoun nəticəsi nədir? Mənim uşağım telefonla girib içəri, niyə icazə vermişsiniz? Sizin nə qaranlıq məsələniz var ki, icazə vermişsiniz? Yaxşı, siz valideyn olaraq bilirsinizmi ki, telefonla gizli çəkilişin özü cinayətdir? Olmaz. Yəni, bu valideynlər üçün minus hərəkətdir. Yəni, mən bunu qəbul eləmirəm. Mən hesab edirəm ki, dövlətimiz bu haqda ölçü götürəcək. Mən şəxsən belə deyərdim ki, o telefonun içəri daxil olması elə bu qadağa olmalı. Çünki cinayətdir. Bura məktəbdir. Bura təhsil ocağıdır. Biz uşağımızı göndəririk ki, bura gətiririk, yerləşdiririk ki, o müəllimdən dərs alsın. Onun fikri telefonda qalır, görür müəllimin hansı hərəkətini çəkirəm. Sənə abla, bunun valideyn izah eləməlidir ki, gizli çəkiliş cinayətdir. Hər hansı bir mövzuda video çarxının hazırlanması cinayətdir, birbaşa cinayətdir. Olmaz, qadağandır. Yəni, hətta bir şou yaradaq, bir məktəbi gündəmə gəlmək üçün reklam edəyək. Və yaxud da, yaxşı, sən uşağa bir sual verdin ki, sənə kim icazə verib sən o məktəbdə çəkiliş aparırsan? Sən niyə bu hərəkəti belə edirsən ki, müəllim səni tənbih etmək üçün hər hansısa bir yüksək səs tonu qaldırsın və yaxud da bir tərbiyə edici bir hərəkət etsin, sən də onu qloballaşdırarsan, onu məşhurlaşmaq üçün ki, mən belə videolar hazırlayacağam, bu düzgün deyil. Mən tam səmimi cavab vermək istəyirəm. Çünki bu bizim yaralı yerimizdir. Bir uşaq gəlir, gətirir telefon. Məsələn, mənim uşağım gətirir, sizin uşağınız gəlir, baxır, deyir, ata, o niyə gətirir? Mən də yaparım da. Amma yaxşı olar ki, nəzarət etmək üçün, yəni uşaq nəzarətsiz qalmasın deyə və yaxud da evlə, ailə ilə əlaqə saxlasın deyə, prostoy bir dənə telefon. Əgər valideyn istəyirsə, sadə bir telefon alıb nömrəsini yerləşdirsin, kontrolunu vursun, heç bir video çəkilişə malik olmayan bir telefon istifadə etməsi qadağan olmaya bilər. Yəni, o da ki, dərs zamanı onun səsi alınmalıdır, maneçilik törətməsin. Valideyn də bilirsə ki, əgər uşaq sinifdədir, telefon aparır, dərs saatını yaxşı bilir valideyn ki, nə vaxt bitir. Onda əlaqə saxlasın ki, abalar, dərsdən çıxmısan, hara getmirsən. Siz çox belə acınacaqlı bir səhnə yaranır. Bu günləri bax, bizim belə deyək məktəblərdə çox acınacaqlı bir vəziyyət yaranır. Artıq müəllim uşağa, şagirdə heç nə deyə bilmir. Müəllim artıq hüquq mühafizə orqanlarına verilir, şikayət olunur və eyni zamanda müəllimin hüquqları tapdalanır. Amma elə deyil. Bir valideyn olaraq mən şəxsən deyirəm ki, dahi şairimiz Nizami Gəncəvinin bir gözəl
yazısı və fikir mənim beynimə düşdü. Müəllimin qarşısında tutan şagird gələcəyin dahisi ola bilər. Əgər bu günləri müəllim, o da çörək pulu qazanmağa gəlib bura, maaş alır. Düzdürmü? İlk öncə uşağı tərbiyə edən valideyn. Yəni, necə deyirlər ki, atalar sözü var. Uşaq evin güzgüsüdür. Yəni, evdə nə hərəkət edirsə, onu gətirib məktəbdə də onu nümayiş elətdirir. Məsələn, dəfələrlə mən övladım şıltaqlıq eləyib, uşaqdır da, bir xoşa gəlməz hərəkət eləyib. Mənə şikayət olunanda, gəlib məlumat mənə çatanda, mən uşağımı tənbih eləmişəm və gətirmişəm dəfələrlə də bu məktəbdə müəyyən müəllimlər rahat çəkmək istəmir, demişəm ki, üzr istəməlidir. Çünki mən bilirəm mənim uşağım nədir. Ya sakitdir, ya dəcəldir. Məsələn, mən üzr istəyirəm ifadəmə görə, mənim oğlum burada təhsil alır, yüksək səviyyədə də oxuyur. Amma hərdən baxırsan ki, şıltaqlıq edir. Onun da qarşısını kim almalıdır? Valideyn. Əgər müəllim ona hər hansısa bir telefon qadağası, yenə o mövzuya qayıdıram, qoyursa və yaxud da ki, özünü aparma etik qaydalarına əməl etmə və məktəbin daxili qanunlarına əməl etmək üçün çağırış edirsə, valideyn aparıb uşağı, üzr istəyən müəllimi polisə verirsə, şikayət ərizəsi yazırsa, polis təbii ki, öz vəzifə borcunu yerinə yetirir, çağırır araşdırması üçün. Bu cür müəllimin hüquqlarını məhv eləməkdir. Da o uşaqdan heç nə gözləmək mümkün deyil. Mən hesab edirəm ki, bu qeyri-mümkündür ki, siz yəni o valideyn o uşaqdan artıq nəsə əldə etsin. Bu qədər. Bilirsiniz, biz şagirdlərdən danışdıq, telefon istifadəsindən danışdıq. Biraz da istəyirəm ki, müəllimlərdən danışaq. Təkcə şagirdlərlə yanaşı, müəllimlərin də təbii ki, əyləncə xarakterli, təhsil məzmunlu videolar çəkdiyini biz bir sıra sosial şəbəkələrdə görmüş oluruq. İstəyir TikTok olsun, Instagram olsun və s. Sizcə müəllimlərin bu tipli videolar çəkməyinə hər hansısa bir məhdudiyyət qoyulmalıdırmı? Yoxsa əksinə bu şagirdlərdə daha çox pozitiv hava yaradır, onların daha çox maariflənməsinə kömək eləyir? Mən sizin bu barədə olan fikirlərinizi bilmək istəyərdim. Mən bir valideyn olaraq düşünmüşəm ki, mənim övladım təhsil aldı, təhsil ocağında əyləncə, aşudəli vaxtlar keçirilsin. Çünki insan beyni nə qədər yüklənirsə, o böyük bir fəsadlar yaradır. Psixoloji gərginlik və yaxud da beyin yorğunluğu. Təbii ki, mən onun tərəfdarıyam ki, etik qaydalarından kənara çıxmamaq şərti ilə istəyir müəllim olsun, istəyir sıra bir vətəndaş olsun. Hamı ailə ilə gedir, necə ki, o da bir ailədir, ailə sinfidir. Ailənin başçısı da müəllimdir. Gedir, hər hansısa bir əyləncəli bir düşərgələri ziyarət edir və yaxud da bir abidələrlə baxış keçilir, video çəkir. Bu nəyə ziyandır? Naborot hələ əksinə bunlar daha da uşaqda xoş ab-hava yaradır. Onların könlünü məktəbə doğru ki, mən gedim məktəbə, 6-cı gün biz plan tədbirdə olacaq. Orada müəllimimizi çəkəcək, bütün dünya görəcək. Bu nəyə pisdir? Mən onu təbii ki, yaxşılayıram və hesab edirəm ki, o cür, yəni belə deyək, tədbirlərin daha çox olması uşaqlarımızın daha geniş, ətraflı və rahat asudəli vaxt keçirməsinə və onun elm təhsil almasına yaxından kömək edir və sürətlə kömək edir. Bu bir psixoloji, bir fəlsəfədir, bir psixoloji, necə deyim, rahatlıqdır. Ola bilsin ki, müəyyən o siyansa toplamaq istəyirəm ki, müəyyən maddi vəsaitlərin toplanılması burada özünü bir üzə verməlidir. Çünki burada yanacaq işlədilir, burada bu qeyri, deyək də, növbədən kənar bir məsələdir. Ola bilsin, məktəb özü qarşılayır, heç bir maddi vəsaitə ehtiyac olmur. Amma orada yəni çox vəsait olmadığına görə mən Təhsil Nazirinin, hörmətli Təhsil Nazirinin bir çıxışına qulaq asdım. Deyir ki, harada, məsələn, deyək ki, tədbir təşkil olunursa, o məktəbin, belə deyək də, yəni yüksəlişini daha da təkan verir. Valideyn istəyir, icazə verəcək. Mən şəxsən icazə verirəm, hətta maddi köməklik də göstərərəm ki, o proses həyata keçirilsin.
İlk olaraq təşəkkür edirəm, yəni müəllimlərə göstərdiyiniz dəstəyə görə, anlayışa görə. Sağ olun, mən sizə təşəkkür edirəm. Və suallarda da həqiqətən də dolğun cavablar verdiniz. Yəni bu şagirdlərlə bağlı olan fikirləriniz, müəllimlərlə, məktəblə bağlı olan fikirləriniz bizim üçün həddindən artıq dəyərli idi. Təşəkkür edirəm müsahibə təklifimlə razılaşdığınız üçün. Bu məni çox məmnun elədi. Sizlə burada həmsöhbət olmaq mənim üçün həddindən artıq xoş oldu. Mən də başda Ali Baş Komandanımız olmaq şərtilə təhsilin inkişafında əziyyət çəkən bütün müəllim heyətinə və təbii ki, mən 2 övladımın üzr istəyirəm. Təhsil aldığı 334 saylı Xəzər rayon Binə qəsəbəsində inşa edilmiş 334 saylı məktəbin rəhbərliyinə və müəllim heyətinə təşəkkür edirəm ki, bu cür videoların çəkilişində və yayımlanmasında əziyyət çəkirlər, vaxt sərf edirlər, dəyərli vaxtlarını sərf edirlər. Mən də Azərbaycan Respublikası şəhid ailələri, əlillər və müharibə veteranları, hüquqlar müdafiəsi İctimai Birliyinin sədr müavini kimi, bir valideyn kimi, bütün qazilər adından, vətənpərvər övladlar adından və qəhrəman analarımızın adından siz müəllimlərə təşəkkür edirik. Var olun, nə yaxşı ki varsınız, nə yaxşı ki bizim uşaqlarımıza yüksək səviyyədə elm və tərbiyə öyrənirsiniz. Bu sizin üçün ağır olsa da bizim üçün qürurludur. Sağ olun, diqqət çəkiyorum.